Demək uşaqlar, müəyyən miqdar sayı təqribi təxmini sayılar. Müəyyən miqdar bildiyinizdə 5, 10, 15 və s. Aprecilyondur. Bir də təqribi təxmini 3, 4, 5, 6. Bunlar numerativ sözlərlə işlənir. Qalan sayılar işlənir. Sonra sıra sayı neçənci sualına cavab verir? Hansıda? Hansı bilirsiniz də sifətli sualıdır. Və sıra sayı yeganə sayıdır ki, başqa sözlərdən də düzəlir. Əvvəlinci, axırıncı, sonuncu. Amma say ancaq sayıdan düzəlir. Sayı məxsus qrammatik şəkilçi də yoxdur. Ancaq leksikdir. Larca, ıncı üstüdür. Bir qədər, bir az, çox, az, azacıq, xeyli, say və zərfdir. Əgər feilin yanındadırsa, zərfdir. İsmin yanındadırsa, saydır. Bir qədər getdi, oldu zərf. Bir qədər yol, oldu say. Sonra, bunlar sizi qarşınıza çıxacaq sizin və sizi çaşdıracaq. Bu təkrarlanan var, повторительный. 1, 1, 5, 5, çox, az. Bunlar zərfdir, say deyil. Bir də 1-ə 5, 1-ə 1000. Bu da ki, bunlar da zərfdir. Bu qədər.